Dövlət İmtahan Mərkəzi tərəfindən bugün 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Həqiqətən də maraqlıdır ki, saat neçədə başlayacaq, hansı rayon və şəhərlərdə olacaq, keçiriləcək və neçə min tələbə iştirak edir. Və əməkdaşımız Nigar hazırda imtahanın təşkil olduğu paytaxt məktəblərindən birindədir və canlı bağlantıda onu eşitmək istəyirik. Sabahın xeyir olsun Nigar. Buyur, eşidirik səni, efirdəsən. Bəli, biz səni eşidirik. Təşəkkür edirəm. Mən də sizi salamlayıram. Sabahınız xeyir olsun deyirik. Bəli, hazırda biz 189-190 nömrəli tam orta məktəbin qarşısındayıq. Bildiyiniz kimi, bugün orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzinə verilən məlumata görə imtahanlar Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı, Abşeron və Sumqayıt, Gəncə, Goranboy, həmçinin Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli, Zəngilan, Cəbrayıl, Ağdərə, Həsənriz, Şıxarx, Suqovuşan, Kənd tam orta məktəbləri, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda olacaq. Həmçinin tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verirlər. İmtahanlar 11:00-da başlayacaq, keçiriləcək. İmtahanda 58.138 şagirdin iştirakı nəzərdə tutulur. Həmçinin qeyd etmək istəyirəm ki, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi, Baş Mühafizə İdarəsinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım əməkdaşları da buradadır. Qeyd edək ki, imtahanın başlamasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. Belə bizim hələ ki çatdırmaq istədiklərimiz bu qədər. Söz yenidən sizdədir. Təşəkkür edirik Nigar, ətraflı məlumat üçün. Əslində şagirdlərin həyəcanını hiss etmək mümkündür. Hər birinə uğurlar arzulayırıq.